Salam, hörmətli takipçilərim. Dekabr ayının 12-sidir və həyətimdə təmizlik işləri görürəm. Qurumuş gülləri buduyuruq. Bu da burada öz gözəlliyini göstərir. Dekabr ayının ortasıdır. Adama xoş gəlir belə sürpriz gül açanda. Kanna gülüdür. Və burada bizim qadifə çiçəklərimiz də var. Sonra burada təmizlik işi görmüşəm. Burada kuhlera var. Görün ne kadar güzeldi. Güneş çiçeği de değiller. Dekabr ayında bu kadar güzelliği var. Toxumlarını yığmışam. Bax belə toxumlar olur. Toxumları yazda səpəcəyim. Səpəndən sonra yenə belə gözəl güllər açacaqdır. Və ən birinci yaz ayının gəlməyini göstərən iris gülümüz, zambaq gülümüz. Çox qəşəng olur. İris gülü, süsən sümbül, zambaq yox, özürlü sayın. Süsən sümbüllər. Buradan videolar olacaqdır. Burada işlərim çoxdur. Burada palmalarımdır. Maşallah çox gözəl böyüyüblər. Və budaqlarını budamışam. Çoxunu, yarpaqlarını bu qədər budaqlar budamış, yarpaqlarını budamışam. Və bizim bu gözəl cığırımız, nağılcığırımız hələ ki bu qədər güllərdən ibarətdir. Burada bunlar da var. Ay, çox gözəldirlər. Ətri çox gözəldir, barxatlı. Burada da var. Yayda mən sizə videolar çəkmişdim bu gözəl həyətdən. Hələ ki gözəllik bunlardan ibarətdir. Buradan seyrətmişəm güllərdən. Ay, bu da var. Bu da Cəfər Cabbarlının solğun çiçəklərinə oxşayır. Əsərdə var. Cəfər Cabbarlının solğun çiçəklər əsəri var. Bu vaxtı da bunlar oxşayır. Baxın görün. Burada tomurcuq da var. Sonra bir de məndə həyətdə bir gül var, onu göstərəcəm. Ay, abutulun. Biz qar yağana kimi burada güllər olacaqdır. Çox gözəldir. Düz yaz ayından başlayır. Düz qar yağana kimi. Qar yağmasa yenə çiçəkli olur. Qar yağanda artıq çiçəklər donur. Bu abutulondur. Tövsiyə edici bir güldür. Yəni böyüyür belə. Yəni dekabr ayında belə güllü çiçəklidirsə də gör yazda necə olur. Çox qəşəngdir. Karides çiçeği. Çoxdur. Əvvəllər bunu həyətdə saxlayırdım, evdə. İndi artıq həyətdə qalır, çünki çox böyüdü, çoxaldı. Qırdım hər budağını. Axı bax, bunlar tomurcuq. Tomurcuqlar böyüyəcək, belə bir rəng alır. Sonra
Begonyalarım var. Begonyaları demek qırmışam. Budaqlar çox idi. Bax belə suya qoymuşdum. İndi bunları artıq əkəcəm. Çoxdur. Günəş görəndə qırmızı olur yarpaqları. Bunun çiçəkləri yeyilir. Bax belə bir kökü belə olur. Suya əkən kimi tutur. Hələ ki bunlar dursun burada. Sonra benim güllerim var. Hamısı tumurcuqdadır. Bu sarı kızdı. Sapsarı güller açır. Size videosunu çekmiştim. Bir sarı, bir ovuc mutluluk. O videomuzda var. Bunlardan demek getirmişim bura. Yığmışam bura. Hamısının üstü tumurcuqludur. Bunları baxım eləyib evə aparacağım. Orada torpaqlarını gətirmişəm. Diblərində biraz boşluq var idi torpaqda. Torpaqla diblərini bərkitmişəm. Sonra bu bizim toxumdur. Aslan ağzı bitkisinin toxumudur. Yazda sepeceğim. Burada bir tane gül var. Onu gösterdim. Dekabr ayında hele ki birazdan soğuklar düşecek. Evet, bunlar da var. Onu da gösterdim. Çok güzeldi. İlin günün bu vaxt adama hoş gelir. Dekabr ayında. Bu biberlerimden hələ ki qalıb. Bunlar kırmızı biber olur. Çox bərəkətli oldu. Xeyli yığdım elə. Bir ucdan yığdım. Sonra burada kişnişlərim var. Çıxıbdı. Burada süründürlərim var. Ve burada kek otum var. Çok güzel etri var. Etri güzel. Sonra burada kara turpum var. Bakın. Palıd ağacımda. Çiyələkləri gətirib əkmişəm bura. Dekabr ayının ortasıdır. Ortaları da. Burada çiyələk var. Burada çiyələk var. Bunlar çiçəkləmişdi təzəlikcə. Artıq meyvəsi var. Çiyələk eləmişəm buranı.
5-10 dənə çiyələyim vardı. Artdılar. Artan bitkidir. Yay boyu da qəşəng meyvələri oldu. Aloe veram da yeyiləndi. Buradan kəsəcək. Buradan soyub yeyirik. Nəvələrim də xoşu gəlir. Müalicəvidir. Çox gözəl dadı var. Bunlar da demək mento piperi tadı. Bunlardan yığıb qurutmuşam. Çay dəmləyəni içinə töküb içirik. Saqqız kimi yatmadı. Müalicəvidir. Sonra bu bitkimizdə bundan yığdım. Gül xətmidir. 3 metr hündürlüyündə olacaqdı. Bunlardan da yığıb qurutmuşam. Çayımızda istifadə edirəm. Bronxların dərmanıdır. Ciyərin bronxun. Şükür olsun bu il bir dəfə də qrip olmamışıq. Hələ ki şükürlər olsun. Yəni bunlardan istifadə edirəm. Xrenimizdir. Hələ ki belə haldadır. Bunları təmizləyəcəm. Təzədən yapraklarını təmizləyəcəm hamısını. Buradan təzədən özü çıxacaqdır yenə. Çox illikdir. Kannalarımız burada da tomurcuqdadır. Sarı rəngdədir. Bu cərgəni qırmızı kannalar əkmişəm. Yazda da bu hissələrə gül toxumları varım da onları səpəcəm. Sonra burada nanələrimdir. Ay Allah, nə geçir? Bu adi Dədə Baba nanəsidir. Rayonun bacımgilin həyətindən gətirmişəm. Çox qəşəngdir. Birazdan üzün üstünü parnik eləmək fikrim var. Biraz əkmişəm bir balaca. Ons bazardan alırıq, marketdən alırıq. Ancaq öz həyətindən bir dənə belə qopardanda onun qiyməti yoxdur. Qiyməti. Yəni hər şeyi almaq olar, ancaq bunları özün yetişdirirsən, bunun dadı, bərəkəti başqa olur. Sonra burada telegraf çiçeğim var. Musanın beşiği də deyirlər buna. Belə ki, rəngini göstərir. Bir hissəsini aparıb evdə əkmişəm. Burada elə bir beşikdir. Beşiğin bir tərəfi qırılıb. İçindən də gül açır. Sonra demək burada bir dənə də gülüm var. Bu əslində yazda açır. Təranə adında bir qonşum var. Çox məharətli xanımdır. Belə mədəniyyəti, tərbiyəsi çox qoçaq bir qadındır. Xanımdır daha doğrusu. O qədər gözəl xanımdır ki, çox məharətlidir, qabiliyyətlidir. Onun həyətində görmüşdüm bunu. Mənim üçün hədiyyə gətirmişdi yazda. Yazda açdı. Bax, bu gözəl çiçəklər Təranə xanım sağ olsun gətirdi. İndi ilin günün bu vaxtı dekabr ayı açıbdır. Üstü dolu tomurcuqdur. Bax, bunlar hamısı tomurcuqdur. Havalar yaxşı keçdiyinə görə yazla dəyişik salıb yerin qışın. Demək istədi də orada çəkim. Üstü dolu sapsarı güllər olur pastaya daim. Burada da varımdı 2 dənədir. Bu da belə bir gözəl güldür. İndi qırmızı güllər açacaqdır. Qışda videosunu çəkib göstərəcəm sizlərə.
Tomurcukdadılar. Yapon zondiki deyirlər və su palmasıdır. Bax, belə gözəl. Bir dənə belə yarpaqdan kökləndirib əkmişdim. İndi hər yeri artırmışam, hər yeri əkmişəm. Çox qəşəngdir. Yapon zondikinə oxşayır və su palması da deyirlər. Sonra burada kasım güllərimiz var. Yapon zondikləri artırmaq olur. Çox qəşəng dekorativ bir bitkidir. Bu belə gözəl çoxalır. Bax, gör nə qədər qəşəngdir. Tövsiyə edirəm həyətə əkməyə. Evi də əkmək olur. Çox qəşəngdir. Belə qırıb dibçəkdə saxlayanda suqa elə güldanda da saxlamaq olur. Çox qəşəngdir. Belə bir dikim var. Sonra burada kələm güllərim var. Bunu da o vaxt bir dənə almışdım. Bax, belə balaca bir dənə gül kələm almışdım, rəngli. Böyüdü, bax belə. Bax, böyüyür. 1 metr hündürlüyündə toxumları oldu. Sonra toxumlardan çıxır. Bax, neçə ildir. Bax, beləcə qəşəng güllər açır. Kələm gülləri. Rəngi çox qəşəngdir. Sonra lavandadır. Sonra burada bizdə gülün açıqdır. Buz çiçəyi deyirlər, buz gül. Bunun yarpaqları yeyilir. Salata töküb yemək olur. Tomurcuqları çoxdur. Bu da sarı renkte açacaktı birazdan. Zeytin ağacım. Komşumun hediye ettiği gül. Tərane xanıma. Tərane çiçeği açıbdı. Burada tomurcuqları. Hələ ki bu qədər. Sağ olun. Salamat qalın.